Azərbaycan qaz istehsalını artırır. Bu barədə Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində Nazirlərin 11-ci iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində Nazirlərin 3-cü iclaslarının yekunlarına dair mətbuat konfransında məlumat verilib. Bugün Azərbaycanın qaz resursları olduqca böyükdür. Bu da ölkəmizə uzun illər üçün kifayət edəcək. Azərbaycanın kifayət qədər qaz ehtiyatı var. Hazırda müxtəlif yataqlarda işlər davam etdirilir. Azərbaycan 2021-ci ildən 2024-cü ilə qədər Cənub Qaz Dəhlizi ilə ixrac olunan qaz həcminin 57% artırılmasına nail olub. Bu barədə məlumat verən Energetika naziri Pərviz Şahbazov qeyd etdi ki, qaz istehsalının daha da genişləndirilməsi üçün ölkəmizə əlavə investisiya qoyulmalıdır. Yeni qaz təchizatının əldə edilməsi və bu rəqəmlərin artırılması üçün daha çox Avropa İttifaqı ilə əməkdaşlığımıza ehtiyac var. Ona görə ki, burada söhbət uzun müddətli kontraktlardan getməlidir. Biz təbii qaz istehsal edirik və boru xətti ilə onu təchiz edirik. Bizim imkanlarımız yoxdur ki, əgər hər hansı bir səbəblərə görə qaz təchizatı baş verməsə, bunu başqa bir yerə yönəldək. Energetika naziri onu da bildirdi ki, Cənub Qaz Dəhlizinin genişləndirilməsi nəzərdə tutulur. Bugün Azərbaycanın qaz resursları olduqca böyükdür. Bu da ölkəmizə uzun illər üçün kifayət edəcək. Avropa İttifaqının enerji və mənzil məsələləri üzrə komissarı Dan Jorgensen isə Azərbaycanın Avropa ölkələrinin enerji təhlükəsizliyindəki rolundan bəhs etdi. Representing the EU, I wish to also convey my gratitude. Avropa İttifaqı adından danışaraq Azərbaycana qaz sahəsindəki əməkdaşlıq üçün təşəkkürümüzü bildirirəm. Biz yaşıl enerji sahəsində əməkdaşlıq edəcəyik. İqtisadiyyatlarımızı karbonlardan təmizləmək niyyətindəyik. Bu sahədə Azərbaycanla yaxşı münasibətlərimiz olduğunu qeyd etmək istəyirəm. Bizə Rusiyadan daxil olan qazın həcmi 13%-dir. Bu rəqəmi sıfıra endirmək istəyirik. Əgər Azərbaycan Avropa İttifaqına daha çox enerji resursları çatdırmaq niyyətində olarsa, daha çox Avropa İttifaqı ölkəsi də bundan yararlanmaq istəyir. Pərviz Şahbazovun fikrincə, dayanıqlı enerji təhlükəsizliyinin təmin edilməsində şaxələndirmənin alternativi yoxdur. Buna görə enerji həcminin məhz müxtəlif mənbələrdən və marşrutlardan əldə edilməsi enerji təhlükəsizliyinin nəinki fundamental qarantiyası və müstəqilliyidir. Həmçinin Avropa üçün çox vacibdir. Azərbaycan qazının əhəmiyyətinə gəldikdə, Energetika naziri əlavə etdi ki, Cənub Qaz Dəhlizi Avropa üçün strateji zənginlikdir. Son illərdə Azərbaycan nəinki etibarlı tərəfdaş kimi öz mövqeyini qoruyub, o cümlədən öz coğrafiyasını xeyli genişləndirib. Ülkər Əliyeva, Farid Cəliloğlu, Nimət İskəndər, ATV Xəbər.